Əziz Peyğəmbərimiz bir hədisi qüdsi nəql edir. Buyurur ki, və qala Allahu Teala, Allah Müteal belə buyurur ki, İzə aradtu ən əcmə'a lil-muslim xayrad-dunya vəl-axirə. Allah Müteal buyurur ki, əgər mən bir müsəlmana, bir möminə dünya və axirət xeyrini vermək istəsəm, onda 4 dənə gözəl sifəti cəm edərəm. Hədis bizə bunu çatdırır ki, yəni 4 dənə əməl var, 4 dənə şey vardır ki, əgər insan dünyada o 4 dənə şeyə sahib olarsa, Allah Müteal ona həm dünyanın xeyrin, həm də axirətin xeyrin əta etmiş olar. Onlardan biri budur ki, cəaltu ləhu qalbən xaşiən. Əgər bir müsəlmana mən dünya və axirət xeyri vermiş olsam, birincisi budur ki, o elə bir qəlbə sahib olmalıdır ki, o qəlb xuşu və təvazu ilə dolu olan bir qəlb olsun. Yəni, insan dünyada yaşayanda elə bir qəlbə sahib olmalıdır ki, mərhəmət dolu bir qəlbə sahib olmalıdır. İnsanları bağışlayan, Allah müqabilində günahların müqabilində xəcalət çəkən bir qəlbə sahib olarsa bir insan, buyurur ki, hədis, dünya və axirət xeyri verilmiş olar o insana. İkincisi budur ki, və lisənən zakira. Əgər bir insan dünyada olanda onun sahib olduğu zikir, dil, Allaha zikr edən bir dil olarsa, buyurur ki, ona xeyirli dünya və axirət verirlər. Yəni, bir dil ki, pis sözlər deməyə, kimisə təhqir eləməyə, qeybət eləməyə, söz söyməyə, yalnız Allaha zikr eləyə, Allahı bəyənən sözləri danışa, dilə gətirə, buyurur ki, belə bir şəxs bu zikr eləyən dilə sahib olan insana dünya və axirət xeyri verilmiş olar. Üçüncüsü budur ki, və qəsədən aləl-bəla-i sabiran. Bir mömin, bir müsəlman ki, dünyada başına gələn müsibətlərə əgər səbirli olarsa, bir bədəni ki, dünyada səbir eləyərsə müsibətlərin müqabilində, çətinliklərin müqabilində, buyurur ki, bu şəxsə də dünya və axirət xeyri verilmiş olar. Dördüncüsü də budur ki, və zəvcətən müminə. Əgər bir müsəlman, bir möminə ki, Allah bir xanım nəsib edib, ailə həyatı qurub, bir zövcəsi var, bir xanımı var. Əgər təsurruhu izə nəzərə eləyhə, əgər bir mömin o xanıma baxanda onun qəlbi şad olar, sevinərsə, və təhvuzuhu izə qaba anha fi nəfsihə və mali. Və o xanım ki, yoldaşı evdə olmayanda, o onun malına, dövlətinə, əhlə əyalına əgər sahib çıxarsa, belə mömin xanıma sahib olan insana da Allah Müteal dünya və axirət xeyri